Soyuq maska çox gözəl maskalardan biridir. Soyuq maskanı ən çox xanımlar dəri bərkiməsinə görə alırlar. Dərinizin bərk olmağını istəyirsinizsə, soyuq maskadan mütləq şəkildə istifadə edə bilərsiniz. Soyuq maskanı üzdən yuyandan dərhal sonra dəri tonunuzun necə gözəl açıldığını anında hiss edəcəksiniz. Hətta soyuq maska həssas, qızaran dərilərdə sakitləşdirici rol oynayır. Çox gözəl şəkildə dərinizi sakitləşdirir. Tərkibində nanə yağı var, mentol var, bitki efiri yağları var, arı mumu var və bu tərkiblər çox zəngindir və dəridə çox gözəl şəkildə rol oynayacağından əmin ola bilərsiniz. Və yenə də deyirəm, dərinizin bərk olması mütləq şəkildə bu maskadan istifadə etməlisiniz. Bəzən dərinin boşalması streslə bağlı çox olur. Bu cavan yaşda da, yəni 30 yaşdan sonra da başlaya bilər. Amma dəri boşalması normalda 35 yaşdan sonra başlamalıdır və hüceyrələrin sürətli şəkildə yeyilməyə başlayır. Əgər dəriniz boşalıbsa, artıq isti və soyuq maskanı bir arada istifadə etməyiniz mütləq lazımdır. Çünki isti maska qan dövranını sürətləndirdiyi üçün dərini toparlayır. Soyuq maska isə sadəcə olaraq dərini bərkidir və dəri tonunu açır.